1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Şəki Asan Xidmət Mərkəzində uşaqlar üçün Kiçik Sahibkarlar, Böyük Hədəflər layihəsi həyata keçirilib. Layihə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin Bilim Azərbaycan layihəsi, Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi, sosial xidmət müəssisəsi və Paşa Bankın birgə təşkilatçılığı ilə baş tutub. Paşa Bank layihənin baş sponsoru qismində çıxış edərək 8-15 yaş aralığında olan 50-yə yaxın uşağın bilik və bacarıqlarının inkişafına dəstək göstərib. Təşəbbüsün əsas məqsədi uşaqlarda sahibkarlıq düşüncəsinin formalaşdırılması, yaradıcı yanaşmanın təşviqi və gələcək bacarıqlarının inkişafına töhfə vermək olub. 2 gün davam edən layihə çərçivəsində Bilim Bakı Mərkəzinin təcrübəli müəllimləri tərəfindən iştirakçılar üçün sahibkarlığın əsasları, biznes modelləri, ideya inkişafı, komanda işi və təqdimat bacarıqları üzrə təlimlər təşkil olunub. Tədris proqramını uğurla tamamlayan uşaqlar yekun mərhələdə komandalar şəklində hazırladıqları məhsul və ideyaları təqdim ediblər. Layihə uşaqların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı və innovativ düşüncə tərzinin formalaşdırılması, eləcə də onların gələcək inkişafına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. YouTube kanalımıza abunə olun.